Salam, xəbərin brendi günün trendi efirdədir. Bugün İran prezidenti Məsud Pezeşkiyan Qərbi Azərbaycan əyalətinin səfəri çərçivəsində Urmiya şəhərində ziyalılar və vətəndaş cəmiyyəti fəalları ilə görüş keçirib. Görüş zamanı prezident yenidən Azərbaycan dilində şeir səsləndirərək tədbir iştirakçılarında böyük maraq yaradıb. Pezeşkiyan, Böyük Azərbaycan şairi Məmməd Hüseyn Şəhriyarın məşhur Heydər Babaya salam şeirindən bir parça oxuyub. İyi köylər bütün dumandır. Günlərimiz birbirinden yamandır. Birbirinizden ayrılmayın. Amandır. Yaxşılığınızı elimizden alıplar. Yaxşı bizi yaman güne salıplar. Bugün Vətən müharibəsi qəhrəmanı Sübhan Cəbrayılovun doğum günüdür. O 1983-cü il oktyabrın 23-də Salyan rayonunun Marışlı kəndində anadan olub. Sübhan Cəbrayılov xüsusi təyinatlı qüvvələrin 15 nəfər hərbi qulluqçudan ibarət olan qrupu, həmçinin digər dəstələrin 30 nəfər hərbi qulluqçuları oktyabrın 19-da Qubadlı rayonu istiqamətində ciddi strateji əhəmiyyətə sahib olan mövqelər uğrunda döyüşlərə daxil olmuşdular. Döyüş zamanı Sübhan Cəbrayılov qəhrəmancasına həlak olmuşdu. Allah rəhmət eləsin. Torpaq uğrunda canını fəda eləməsi, doğulduğu gün torpağa tapşırılması kimi heyrətamiz bir qutusallıqla. Cəbrayılı alıblar, qışqırırlar, qışqıra deyirdi ki, çək Şəhriyar, çək. Adların qızıl hərflərlə tarixə yazdılar. Vətən sevdalısı, namusu bayraq, qanı, canı, torpaq olan, adı Sübhan, özü bütöv Azərbaycan. Vətənində tarix yazan, qəhrəmanın qızıyam, öz canını sipər edən mən Sübhanın qızıyam. Milli Məclisin deputatları və hüquq mühafizə orqanlarının rəhbərləri Vətən müharibəsi qəhrəmanı Azər Abdullazadənin toy şənliyində iştirak ediblər. Azər Abdullazadə tankçı kimi Füzuli, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib. – 21-22 oktyabr tarixlərində Azərbaycan və Ermənistan ekspert cəmiyyətinin nümayəndələrinin birgə təşəbbüsü və hər iki ölkənin rəsmi strukturlarının dəstəyi ilə İrəvanda iki tərəfli dəyirmi masa keçirilib. Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin ilk görüşü olan təşəbbüs 2025-ci il 8 avqust tarixində Vaşinqtonda qəbul edilmiş birgə bəyannamənin ruhuna uyğun olaraq sülh gündəliyinin təşviq edilməsinə yönəldilib. Xocalının Təzəbinə kəndinə yola salınan köç ünvanına çatıb. Dünya səyyahları Şuşada tarixi abidələri ziyarət ediblər. Salam, hər vaxtınız xeyir olsun. I would like to show you some photos of the mosque as an observation tower. İspaniyada ötən gün keçirilən Qarabağ Atletico Bilbao qarşılaşmasının 44-cü dəqiqəsində azarkeşlərimizdən şəhidlər ölməz, vətən bölünməz şüarları səslənib. Ötən gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda Atletika uduzan Qarabağın baş məşqçisi Qurban Qurbanovun hərəkəti gündəm olub. Ağdam klubunun futbolçularının hücum zamanı etdiyi səhv təcrübəli mütəxəssisi özündən çıxarıb. Həmin anlar sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Cüdo üzrə gənclərdən ibarət millimizin üzvü Aslan Kotsayev komanda yoldaşı Tuncay Şamili məhkəməyə verib. Kotsayev iddia edib ki, Şamil onu təhqir edib və bu səbəbdən onun 6 aylıq həbs olunmasını istəyir. Gənclər arasında Avropa ikincisi olan Aslan Kotsayev iddia edir ki, həmin vaxt Şamil ona digərlərinin eşidəcəyi şəkildə nalayiq sözlər deyib. İdmançı bu hərəkətləri şərəf və ləyaqətinin alçaldılması kimi qiymətləndirərək Şamilin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edib. Lakin məhkəmədə çıxışlar dinlənildikdən, sübutlar baxıldıqdan sonra Kotsayevin şikayətinin əsassız olduğu qənaətinə gəlінilib. Vətən müharibəsi şəhidi kapitan Həmid Cəfərlinin yaşadığı evin qarşısında büstü üzərindəki güllər oğurlanıb. Bildirilir ki, bir neçə dəfə təkrarlanan hadisədən sonra ailə təhlükəsizlik kamerası quraşdırıb. Nəticədə görüntülərdən gülləri aparan şəxsin təxminən 65-70 yaşlı qadın olduğu müəyyən edilib. Şəhidin ailəsi həmin qadından şikayətçi olmayıb. Şəhidin ailəsi bu məsələdə çox alicənab yanaşıb və həmin o ahıl yaşda olan qadını məhkəməyə verməyib, polisə verməyib, amma həmin o qadına, hansı ki o ahıl yaşında gül oğurlayan o qadına, necə deyərlər, ayıb olsun. Oğurluğun bütün halları pislənməlidir. Amma şəhid büstünün önündən gül oğurlamaq məncə heç bir vicdana yaraşmır və heç bir vicdana sığmır və bəraəti də yoxdur. Davam edirik. İrandan Azərbaycana 35 kiloqram narkotikin keçirilməsinin qarşısı alınıb. Şəmkir rayonunun Kür qəsəbəsində yerləşən evlərdən birinə maskalanmış formada daxil olan naməlum şəxs ev sahibinə küt alətlə xəsarət yetirərək pul vəsaitini ələ keçirib. Polis əməkdaşları tərəfindən qeyri-aşkar şəraitdə törədilən cinayət əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini 44 yaşlı Akif Məmmədov müəyyən edilərək saxlanılıb. Qanunsuz heyvan kəsimi fəaliyyəti ilə bağlı keçirilən monitorinqlərin nəticələri açıqlanıb. Tədbirlər çərçivəsində bu ilin əvvəlindən 22 oktyabr tarixinədək olan dövr ərzində Respublika üzrə 4652 heyvan kəsimi və ət satışı mağazasında monitorinq keçirilib. Monitorinq zamanı 698 heyvan kəsimi və ət satışı mağazası ilə bağlı inzibati tədbir görülüb. 65-də isə qanunsuz heyvan kəsimi ilə əlaqədar quraşdırılmış qurğular. 11-i təkrar quraşdırılmış qurğulardır, onlar sökülüb. Bakıda yeniyetmə taxta udub, düz eşitdiniz. Bu barədə Kliniki Tibbi Mərkəz məlumat yayıb. Oktyabrın 14-ü 17 yaşlı yeniyetmə qarın nahiyəsində kəskin ağrı, ürək bulanma, təkrarlanan qusma və hiperfermiya şikayətləri ilə Kliniki Tibbi Mərkəzin təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə gətirilib. Uğurlu cərrahi müdaxilə və 8 günlük stasionar müalicə nəticəsində xəstənin vəziyyəti kafi qiymətləndirilib və o ambulator müalicə üçün evə buraxılıb. Binəqədi rayon sakini qaynar xəttimizə müraciət edib. Onun lenti aldığı görüntülərdən məlum olur ki, yaşayış ərazisindəki küçüyə kanalizasiya suları daşır və kəskin qoxu, rütubətdən yaranan qamışlıq artıq sakinlərin narazılığına səbəb olur. Faktla bağlı aidiyyatı qurumlara müraciət edilsə də, hələ ki heç bir qənaətbəxş tədbir görünməyib. Şirvanda şərikli biznes adı altında vətəndaşları aldadaraq külli miqdarda pul ələ keçirən şəxs saxlanılıb. Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər sakinlərinə qarşı dələduzluq etməkdə şübhəli bilinən Cünalp Abdullayev müəyyən edilərək tutulub. Onun zərər çəkənlərin etibarından istifadə edib, birgə iş qurmaq vədi ilə ümumilikdə 87 min manat pulu ələ keçirdiyi müəyyən olunub.
Əziz sürücülər, sükan arxasında verdiyiniz hər qərar təkcə öz taleyinizi deyil, ətrafınızdakıların da həyatına təsir edir. Sürət həddinin aşılması, radar qurğularına yaxınlaşdıqda sürəti azaldıb, sonra yenidən artırmaq kimi məsuliyyətsiz davranışlar insan həyatına ciddi təhlükə yaradır. Unutmayaq ki, radar sürücünün yolda sürət həddini müəyyən edən, həyatı qoruyan və təhlükədən çəkindirici vasitə olan təhlükəsizlik kəməridir. Daxili İşlər Nazirliyi sürücüləri bir daha diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır. Yol hərəkəti təhlükəsizliyinin təmin olunması, sürücü mədəniyyətinin artırılması və qəzalara səbəb olan amillərin aradan qaldırılması Nazirliyin prioritet istiqamətlərindəndir. Baş verən qəzalarda sürət həddinin aşılması, radar yaxınlığında sürətin azaldılıb, daha sonra yenidən artırılması kimi hallara tez-tez rast gəlinir. Bu cür məsuliyyətsiz davranışlar insan həyatına ciddi təhlükə yaradır. Unutmaq olmaz ki, radar yolda sürücünün sürət həddini müəyyən edən, həyatını qoruyan və onu təhlükədən çəkindirən təhlükəsizlik kəməridir. Əziz sürücülər, sükan arxasında verdiyiniz hər bir qərar təkcə öz taleyinizi deyil, ətrafınızdakıların da həyatına təsir edir. Sürət nə qədər yüksək olarsa, səhvin, ehtiyatsızlığın miqyası da bir o qədər ağır olur. Yollarda yerləşdirilən radarlar sizə dayan, düşün, təhlükəsiz get demək üçündür. Radar yolların təhlükəsizlik kəməridir. Unutmayın, sürət həyəcan deyil. Həyatınızda baş verəcək fəlakətin başlanğıcıdır. Və şad xəbərimiz var. Elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı daha bir il müddətinə əlavə dəyər vergisindən azad olacaq. Qazaxstanda ağır yol qəzası baş verib. Samara-Şımkent avtomobil yolunda yük avtomobili ilə sərnişin mikroavtobusu toqquşub. Hadisə nəticəsində 12 nəfər həlak olub, daha 5 nəfər yaralanıb. Amerika Birləşmiş Ştatlarının Kaliforniya şəhərində alkoqollu içki və narkotik maddənin təsiri altında olan yük maşınının sürücüsü zəncirvari qəzaya səbəb olub. Hadisə nəticəsində 3 nəfər həyatını itirib, sürücü isə saxlanılıb. Parisdə yerləşən Louvre muzeyində oğurluq edən şəxslərin hadisədən sonra qaçmasının görüntüləri yayılıb. 88 milyon dollar dəyərində zinət əşyalarını oğurlayıb qaçanların görüntülərini izləyirik. Ok, merci. Les individus sont en scooter, ils vont quitter. Putain, ça y est. La police. Ah, c'est sûr, pour passage du feu, est-ce qu'on arrête les entrées? Ils sont partis, là. Venezuelada dəhşətli təyyarə qəzası baş verib. Nəticədə ekipaj üzvləri həlak olub. Hörmətli tamaşaçılar, sizi maraqlandıran və narahat edən məsələlərlə bağlı video çəkiliş edib, videonda bizə 051 583 2408 qaynar xəttimizə göndərə bilərsiniz. Qeyd edim ki, biz sizin videonuzu trend edəcəyik. Xəbər ziyafətimiz yekunlaşdı. Görüşərik, vədimizə sadiq olaq.